Salam əziz şagirdlər. Qəbul imtahanlarına düşə biləcək belə bir sual verilib. Sualda deyilir ki, verilən bu AB parçası üzərində ASD, YM, N və B nöqtələri qeyd olunub. Alınan parçaların sayını tapın. Bu parçalar ümumiyyətlə hansılardır? Məsələn, qeyd edək AS-ni, YM-i və yaxud da ki MB-ni. Buradakı bu parçaların sayını tapmaq üçün İlk öncə verilən nöqtələrin sayını qeyd etməliyik. Yuxarıda neçə nöqtə qeyd edilib? N bərabərdir 7 dənə. Baxın, bunların sayı hamısı bir yerdə nə eləyir? 7 nöqtə eləyir. O zaman alınan parçaların sayı üçün düstur bu şəkildə olur. N vur, N-1 bölünsün 2 şəklində. Yəni, N-in yerinə 7 yazsam, 7 vur, 7-1, 6 bölünsün 2. İxtisarımı aparsam, bu da mənə verir 21.